Əgər düşmən Pakistana su axınını dayandırmağa cəhd etsə, bunun əvəzini ağır şəkildə ödəyəcək. Bununla bağlı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Hindistana xəbərdarlıq edib. Baş nazir bəyan edib. Hindistan Pakistana su axınını dayandırmaqla hədələyir. Düşmən artıq müharibənin qızışdırılmasının nəticələrinin şahidi olub. Hər damla su Pakistan xalqının haqqıdır. Bu yaxınlarda 4 ölkədə oldum. Onların üzündə xoşbəxtlik gördüm. Müharibədə uğur qazandığımız kimi Allah Taala'nın bərəkəti ilə iqtisadi qələbəyə də nail olacaq. Şərif həmçinin Field Marshal General Seyid Asim Münirini tərifləyərək bunları deyib. Onun rəhbərliyi altında Pakistan silahlı qüvvələri düşmənə dərs verib. Rusiyanın Kursk və Bryansk vilayətlərində törədilən partlayışlar nəticəsində dəyən ziyan 1 milyard rubuldan çox olub. Bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə görüşündə deyib. Terror aktları nəticəsində dəymiş ziyanın ümumi məbləği 1 milyard rubuldan artıqdır. Rusiya Ukrayna ilə sərhəddə yerləşən separatçı Dnestr bölgədə 10 min hərbiçidən ibarət hərbi kontingent yerləşdirməyə çalışır və bu məqsədlə Kišinyovda hakimiyyət dəyişikliyinə nail olaraq Rusiya meyilli hökumət qurmağa səy göstərir. Bu barədə Moldovanın baş naziri Dorin Reçan deyib. Onun sözlərinə görə, Moskva sentyabrda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışır və ümid edir ki, Kremlin təsirinə daha açıq olan yeni rəhbərlik Rusiyanın hərbi mövcudluğunu gücləndirməyə imkan verəcək. Bu, Moldovanın demokratiyasını sarsıtmağa yönəlmiş geniş miqyaslı cəhddir. O, həmçinin hökumətin Avropa İttifaqına inteqrasiya kursuna tam sadiq olduğunu qeyd edib. İran nüvə danışıqları uğursuz olsa, Amerika və ya İsrailin ölkənin nüvə infrastrukturuna hücum ehtimalına hazırlıq fonunda hava hücumdan müdafiə sistemlərini gücləndirir. Qərb kəşfiyyatının qiymətləndirmələrinə və təhlükəsizlik ekspertlərinin peyk görüntülərinin tədqiqatına əsasən, İran bir neçə zenit raket buraxılış qurğusunu Natanz və Fordo kimi mühüm nüvə obyektlərinə yaxın mövqelərə köçürüb. İranın ən qabaqcıl zenit raket kompleksləri və radar sistemlərinin əhəmiyyətli bir hissəsi, o cümlədən Rusiyanın S-300 sistemləri İsrailin 2024-cü ilin oktyabr və aprel aylarında ölkəyə indirdiyi hava zərbələri zamanı məhv edilib və ya zədələnib. Buna baxmayaraq, ekspertlər hesab edir ki, İranın hava hücumundan müdafiə sisteminin bir çox komponentləri qalır və ya son aylarda təmir olunub. Ukrayna Təhlükəsizlik Xidmətinin Krım körpüsünü partlatması fonunda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun istifası gündəmə gəlib. Artıq Kremlə yaxın Telegram kanalları bu hadisənin baş verməsində Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərliyini günahlandırır. Bu tamamilə biabırçılıqdır. Bortnikov getməlidir. Məlumatı qeyd olunub. ...2025-ci ilin əvvəlindən Rusiya ordusu Ukraynaya qarşı müharibədə 200 min hərbiçi itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski məlumat verib. 200 min nəfər bu ilin əvvəlindən düşmənin ümumi itkiləri, hər bir Ukraynalı əskərə peşəkarlığına görə təşəkkür edirəm. Mübarizə davam edir. Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində yerləşən aerodromlara qarşı 1 iyunda həyata keçirdiyi əməliyyat adına qədər dəqiqliklə düşünülüb. Putin sözü ilə assosiasiya olunan hörümcək toru təsadüfən seçilmədiyi kimi tarix və məkan da təsadüf deyil. Pay yüklü 5 tır sərhəddən keçirilir. Rusiyanın strateji raket daşıyıcılarının parklandığı aerodromların yaxınlığına qədər irəliləyir və uzaqdan idarə etməklə tırların üstü və konteynerlər açılaraq total hücum başlayır. Yalnız bir tırda uzaqdan idarə etmə alınmayıb, konteynerlər açılmayıb, partlayış daxildə olub. Digər 4 tırda hər şey plan üzrə gedib. Əməliyyat 1 il 6 ay 9 gün vaxt aparıb. Baxmayaraq ki, Rusiya sürücülərin həbs olunduğunu qeyd edir. Ukrayna əməliyyatda iştirak edənlərin çoxdan geri döndüyünü elan edib.
Amma hər iki ölkə, həm Ukrayna, həm də Rusiya üçün əsas suallar başqadır. Ukrayna üçün suallar belədir. Bu mürəkkəb və çoxları üçün əlçatmaz görünən əməliyyat niyə strateji raket daşıyıcılarına qarşı həyata keçirilir? Rusiya uzaq mənzilli bombardımançı təyyarələrini daha ciddi şəkildə qoruyur. Onlar həm də cəbhə xəttindən kifayət qədər uzaqda yerləşirlər. Üstəlik, bu təyyarələr Rusiyanın Ukraynada apardığı müharibədə heç də aktiv iştirak etmirlər. Buna görə də bu qədər unikal əməliyyat niyə Rusiyanın müharibə gücünə əhəmiyyətli təsir edə biləcəyi strukturuna yox, dolayısıyla nüvə gücünə qarşı həyata keçirilir? Rusiya üçün isə suallar belədir. Rusiya dərhal bu hadisəni terror aktı kimi qiymətləndirməyə çalışdı. Niyə? Mülki ölüm yoxdur. Mülki infrastruktura zərbə endirilməyib. Hətta hərbi personal da hədəf alınmayıb. Hədəf alınan hərbi obyekt və hərbi təyyarələrdir. Burada terror aktından söhbət gedə bilməz. Rusiya qisas və cavab zərbəsi aktı açıqlamalarla gündəmdədir. Ancaq onlarla puanın yükləndiyi tırların Rusiya ərazisinə necə keçirildiyi və hamısının da hərbi aerodromların yaxınlığına qədər gedib çıxması haqqında araşdırma aparıldığı barədə heç bir məlumat yoxdur. Necə ola bilər ki, Rusiya ərazisinə keçirilən 5 tırdan heç biri ifşa edilməyib? Bu tırların ölkəyə daxil olmasında Rusiyanın müttəfiqləri, Avrasiya İqtisadi İttifaqı nə qədər rol oynayıb? Bu tırların sərhəd keçid məntəqələrində yoxlamadan kənar buraxılması üçün rüşvət rol oynayırmı? Yoxsa burada Rusiyanın daha yüksək vəzifəli şəxslərinin əli var? FSB-nin və 17 ildir bu quruma rəhbərlik edən Bortnikovun bütün imicini darmadağın edən bu əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti tək başına mı yerinə yetirib? Mossadın heyran qaldığı əməliyyatda heç mi payı yoxdur? Ya Mi-6 və ya MK? Və ən maraqlısı, sərhəddən Rusiya ərazisinə ötürülən tırların sayı 5-dir. Rusiya ərazisində hazırda başqa PUA dolu tır yoxdur ki. Maraqlıdır ki, Rusiyanın hərbi siyasi ekspertləri olayı şərh etməkdən imtina edir. Görünür, Kreml özü hadisənin şokundan ayılmayıb və hansı istiqamətə təbliğat aparacağını hələ dəqiqləşdirməyib. 2025-ci ilin əvvəlindən etibarən Rusiya Ukrayna ərazisinə hücumlar zamanı təxminən 27.700 aviabomba, 11.200-ə yaxın şahid və təxminən 9.000 digər zərbə puası tətbiq edib. Bundan əlavə, düşmən 700-dən çox raket, xüsusilə ballistik raketlər buraxıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. Rusiya ilə müxtəlif səviyyələrdə çoxlu danışıqlar aparılıb, lakin bu danışıqlar nə etibarlı sülhə, nə də müharibənin dayandırılmasına səbəb olub. Təəssüf ki, Putin cəzasızlıq hissi ilə yaşayır və dəhşətli zərbələrə baxmayaraq güya hansısa cavablar arzulayır. Bu isə o deməkdir ki, hər yeni zərbə diplomatiyanın hər yeni təxirə salınması ilə Rusiya bütün dünyaya orta barmağını göstərir. O cümlədən Rusiyaya təzyiqi artırmağı istəməyən hər kəsə.